Xanımlar və cənablar, efirdə 61 verilişidir. Bugün bizimlə oynayanlar, keçən oyunlardan 1740 manat toplayan Kürdəmirdən marketing eksperti Elgün Abdurrahmanov, Göyçaydan kartoqrafı Nihat Hacızadə, Bakıdan təchizatçı Mirheydər Həmzəyev və verilişin aparıcısı Nərmin Knyazi salamlayaq. Salam, hörmətli tamaşaçılar. İctimai televiziyanın efirində hər birinizi xoş gördük. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 izləyirsiniz. 61-in bu mövsümünün növbəti seçim oyunundayıq, amma demək olar ki, artıq yavaş-yavaş finala doğru yol almışıq. Böyük finalda bizim finalçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. İndi isə bugünün, bu seçim oyununun qalibini müəyyənləşdirməyin vaxtıdır. Qaydalarımız dəyişməzdir. 2 raund oynayırıq, sonda isə final raundumuz olacaq. Gəlin başlayaq. İlk raund və 6 mövzumuz. İdman növləri. Ulduzlar, gürcülər mövzumuz var. Oyunlar və oyuncaqlar. Şəhərin şərəfinə nəyəsə adını verən şəhərlər barədə danışarıq. Cəmi 2 hərf. Cəmi 2 hərfdən ibarət anlayışlar eşidərik. Elgün, ötən oyunun qalibi sizidiz. Buyurun, seçim edin. İdman növləri 50. İlk dünya çempionatının finalı Centenario stadionunda keçirilmiş idman növü. Elgün. Futbol nədir? Doğrudur. İdman növləri 40. Beynəlxalq qaydalara əsasən torunun uzunluğu tam-tamına 183 cm, hündürlüyü isə 15 cm 25 mm bərabər olan idman növü. Mirheydər. Voleybol nədir? Deyil. Nihat. Polo nədir? Səfir. O da deyil. Ayda yadıma düşmür. Elgün. Stolüstü tenis nədir? Bu tor stolüstü tenis və ya ping-pong üçündür. Doğrudur. İdman növləri 30. Liberonun həm xüsusi hüququ, həm də xüsusi forması olan idman növü. Elgün. Voleybol nədir? Doğrudur. İdman növləri 20. New York'da Yankee Stadium'daki Abidələr Parkının həsr olunduğu oyun. Mirheydər. Beyzbol nədir? Odur. Gürcülər 50. Aktyor Mamuka Kikaleşvili'nin Hətəm rolunu ifa etdiyi film. Elgün. Dərviş Parisi partladır nədir? Deyil. Vaqif Mustafayevin Yaramaz filmindən söhbət gedir. Gürcülər 40. Milanı müdafiə etmiş idmançı, indi isə Tiflisi inkişaf etdirir. Nihat. Kaxaq Kaladze kimdir? Doğrudur. Demək, şəhərin şərəfinə 50. Növlərindən biri Mərakeşin Tanjer şəhərinin şərəfinə Tanjerin adlandırılan sitrus. Mirheydər. Mandarin nədir? Odur. Ulduzlar 50. Payız gecə-gündüz bərabərliyində günəşin yerləşdiyi bürc. Nihat. Tərəzi bürcü nədir? Doğrudur. Şəhərin şərəfinə 40. Paltarda səliqəli və görünməz tikiş. Axı bu şəhər dəbin paytaxtıdır. Nihat. Paris haradır? Belə tikişi Paris tikişi adlandırırlar. Bəzən fransız tikişi də deyirlər. Oyunlar və oyuncaqlar 50. 2 nəfərin nərd oyununda düşmüş qafiyəli kombinasiya. Sumqayıt bulvarında olsanız əmin ola bilərsiniz. Elgün. 65 nədir? Bu 2 həvəskar oyuncuya 65 düşüb. Bəli. Cəmi kərf 50. Dövlət himnimizin tonallığının əsas notu, daha dəqiq desək, bu notun bemolu. Mirheydər. Re nədir? Yox. Azərbaycanın himni si bemol major tonallığında yazılıb. Davam Cəmi edək. kərf 40. İngilis dilində ug kimi tərcümə olunan nida çox oxşardır. Elgün. Ah nədir? Deyil.
Mir Heydər. Nədir? O da deyil. Nihat. Oh nədir? Oh. Təəssüf. Bu uf nidasıdır. Şəhərin şərəfinə 30. Muslin ipək parçasının adını aldığı İraqın şimalındakı şəhər. Elgün, Mosul nədir? Kürdlər onu Musil adlandırırlar. Bu Mosuldur, bəli. Oyunlar və oyuncaqlar 40. Fransız yazıcısı Anna Havaldanın barəsində nə qədər çox onunla maraqlansan, bir o qədər kiçilir dediyi Rus oyuncağı. Elgün, Matyoşka nədir? doğrudur. Oyunlar və oyuncaqlar 30. Çinlilərin həm də Veyçi adlandırdığı stolüstü oyun. Bu oyunun başqa adı Go'dur. Şəhərin şərəfinə 20. İtaliyanın Faenza şəhərinin şərəfinə adlandırılmış keramik qab-qacaq. Mir Heydər, Fayans nədir? belə qab-qacağı fayans adlanırlar. Bəli, Gürcülər 30. Mir Heydər. 50. Günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Debüt albomu Sənə verdim ürəyimi adlanan müğənni. Vaxtdan Kikabidze kimdir? Təəssüf, 25 il öncə bu albom ilə Manana Çaparidzə məşhurlaşıb. Davam eləyək. Ulduzlar 40. Samsung sözünün 3 ulduz anlamını verdiyi dil. Mir Heydər. Koreya dili nədir? Samsung Koreya şirkətidir. Bu Koreya dilidir. Bəli. Ulduzlar 30. Şair və yazıcı Yoniziro Nokuti'nin bütün səmanı çiyinlərində daşıyan xırda ulduz adlandırdığı şeir üslubu. Mir Heydər. Hokku nədir? Doğrudur. Gürcülər 20. SSR-nin Xarici İşlər Naziri olmuş. Eduard Shevardnadze'nin bildiyi 2 dil. Nihat. Gürcü və rus dili nədir? Doğrudur. Cəmi 2 hərf 30. Ləpir. Elgün. İz nədir? Odur. Cəmi kərf 20. Adolf Hitlerin şəxsi mühafizəsi kimi yaradılmış Alman ordu bölmələri. Mir Heydər. SS nədir? Odur. Oyunlar və oyuncaqlar 10. Leonardo da Vinci'nin uçan avtomobilinin yığılan modelini buraxmış və ora Leonardo'nun figurunu qoymuş şirkət. Mir Heydər. Lego nədir? Doğrudur. İdman növləri 10. 1924-cü il Olimpiya oyunlarında Tarzan rolunun ifaçısı Johnny Weissmüller'in bürünc medal qazandığı top ilə oyun, üzgüçülükdə qazandığı 2 Olimpiya qızılı ona bəs olmamışdı. Elgün. Su polosu nədir? Doğrudur. Oyunlar və oyuncaqlar 20. Gonga zaldakı asistentin deyil, həmkarım Fatihin vurduğu oyun. Nihat. Brain ring nədir? Doğrudur. Ulduzlar 20. Şüarında Mavriki dövlətinin özünü ulduzu adlandırdığı okean. Elgün. Hind okeanı nədir? Odur. Şəhərin şərəfinə 10. Moskvadan şimala yerləşən və şərəfinə dövrü elementlər cədvəlinin DB simvolu 105-ci elementi adlandırılmış şəhər. Elgün. Dubna nədir? Doğrudur. Cəmi kərf 10. Həm böyük ölçülü geyim, həm də Rum rəqəmləri ilə 40-ı bildirə bilən 2 hərf. Mir Heydər. XL nədir? Həm kifayət qədər böyük ölçülü geyim, ekstra large, həm də Roma rəqəmləri ilə 40-ı XL bildirir. Doğrudur. Gürcülər 10. Poeması 17-ci əsrdə rəssam Mamuka Takaraşvili tərəfindən illüstrasiya edilmiş şair. Mir Heydər. Şotar Rustavelli kimdir? Doğrudur. Ulduzlar 10. SSR-də hər birində 5 nəfər olmaqla ulduzcuqlar adlanan qruplara bölünən uşaq təşkilatı pioner olmağa hazırlaşırdılar. Nihat. Oktiabriyat nədir? Odur Nihat.
Beləliklə, ilk raundu sonlandırdıq. Xallara nəzər yetirək. Mirheydər 30 xalınız var. Nihat 100 xalla ilk raundu bitirirsiniz. Elgün sizin isə 220 xalınız var. Qısa fasilədən sonra ikinci raunda davam edəcəyik. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 davam edir. Biz bugünkü oyunun ilk raundunu geridə qoymuşuq. Birazdan ikinci raunda keçid alacağıq. Amma gəlin günün iştirakçılarını tanıyaq. Mirheydər, xoş gördük sizi. Hoş gördük. Bizim daimi iştirakçılardan birisiniz. Bəli. Mirheydər, bu yaxınlarda Çində olmusunuz və anketdə bildirilib ki, siz səfəriniz barədə danışmaq istəyirsiniz. İstəyərdik bizə bildirəsiniz. Bilirəm ki, o mədəni şok yaşaya biləcəyimiz yerlərdən biridir Çinə Bəli. getsək. Çünki fərqliliklər çoxdur. Bax, bu fərqliliklərdən sizi doğrudan da şoka salan hansısa bir məqamlar oldu mu? Mədəni şokdan başqa məncə daha çox gastronomik şok yaşadım. Aha. Bu da bir şok idi. Belə isə əlbəttə fərqli mədəniyyət, fərqli insanlar, bizə xas olmayan Çinə niyə getməliyik? görməyə dəyər. Görməyə dəyər deyirsiniz. Yaxşı, Mirheydər deyir ki, mən çox danışdırmayın, oynamaq istəyirəm. Nihat, xoş gördük sizi. Gördük. Nihat artıq 2 ilə yaxındır. Bəli. Qarabağda işləyir. 3 ilə. 3 ildir. Bəli. Bu barədə danışın bizə biraz. Yəni Hansı bölgədə işləyirsiniz? Xocavənd rayonunun Hadrut qəsəbəsindədir, yəni daimi iş Aha. yerim, amma belə Cənubi Qarabağın demək olar ki, hər yerində olmuşam. Artıq demək olar ki, hər birimiz çalışırıq vaxt tapdıqca, tətil olduqca üst tutaq və gəzək görmədiyimiz yerləri illər Məncə boyunca. tam açılandan sonra indi hal-hazırda hamı Qəbələ, İsmayıllı, Şəkiyə gedir, amma məncə Qarabağda tam minalardan təmizləndikdən sonra hamı Xocavənd və Şuşa deməzdim, Xocalı və Xocavəndə getsin. Gedib gəzməliyik. Kəlbəcəri görməmişəm hələ ki. Kəlbəcərdən başqa bütün rayonları görmüşəm. Amma hal-hazırda məncə Xocavənd ən yaxşı, ən belə gözəl meşəlik, həm tarixi cəhətdən monastırları, kilsələri. Yəni, ona görə məncə Xocavənd Çox gözəl. yaxşı olur. Təşəkkür edirik Nihat. Sağ ol. Elgün, Bəli. bugün yuxulu deyilsiniz. Yox. Daha yaxşı gedir oyun. Deməzdim, amma yuxulu deyiləm əsas odur. Elgün, elə səfərlərdən, səyahətlərdən danışmışkən bununla davam eləyək. Okey. Portuqaliya səfəriniz Ə, çox xoşunuza gəlib. Çox xoşuma gəlməyib açığı. Çünki yağışa düşdüm. İndi qoyun izah edeyim. Ah, yaxşı. Böyük gözləntilərlə getmişdim və getmə səbəbini təbii ki, mən hardasa bir 20 ilə yaxın ki, Portuqaliya azərkeşiyəm və Aha. Cristiano Ronaldo'nun da həmin ölkədən olduğunu nəzərə alsaq, böyük gözləntilərlə getmişdim. Madeiraya getdiniz. Elə indi onu deyim ki, sadəcə hava qoymadı ki, mən gəzə bilim. Mən orada düşdüyüm yağışı görməmişdim indiyə kimi. Ümumiyyətlə, heç küçədə getmək belə mümkün deyildi. Hansı ayda getmişdiniz? Nəzərinizdə olsun, o ayda getməyin. Oktyabrda tövsiyə eləmirəm getməyi. Daha çox Amma yaz ayları, yaz, yay ayları da. təbii ki. Amma Lisabonda dediyim kimi o qədər də ürəyim istəyən formada gəzə bilmədim. Amma Porto qısa vaxt ayırsam da o qısa vaxtda çox xoşuma gəldi. Getmək istəyənlərə də tövsiyə Porto edirəm. ümumiyyətlə kiçik şəhərdir və qısa Təbii. müddətdə çox qəşəng gəzmək mümkündür. Körpün o tərəfi, bu tərəfinə keçdin, artıq şəhər bitdi demək olar ki. Muzeylərə getmirsinizsə, araşdırmırsınızsa faktları, hə, elə kifayət. Şəkil Təbii. çəkdirməyə kifayət. Təşəkkür edirik Çox sağ olun. fikirləriniz üçün. Biz artıq ikinci raunddayıq. İkinci raundda cavablarımızın dəyəri 2 qat artıb. Gəlin görək ikinci raundda hansı mövzular oynayacağıq? Elmi mövzu. Operalar mövzumuz var. Kanallar. İlanlar. Qızılı mövzu. Adında isim olan film, adlarında insan isimləri olan filmlər barədə danışarıq. Mirheydər, seçim edin. Operalar 60. Gioacchino Rossini'nin Oxla vurulmuş göz operettası ilə lağa qoyulmuş operası görünür
ox almaya tuş gəlməmişdir. Elgün, Wilhelm Tell nədir? doğrudur. Operalar 80. Vincenzo Bellini'nin operasının qəhrəmanı. Onun çətin partiyasını normal oxumağı yalnız ən istedadlı soprano müğənniləri bacarır. Mirheydər Rigoletto kimdir? deyil. Həm operanın qəhrəmanı, həm də elə operanın özünün adı Normadır. Qızılı mövzu 100. Günün fürsəti Elgünün qarşısına çıxdı. Elgün bu fürsətlə çox da razı deyil. Biraz İkinci raunddayıq Elgün. Təbii ki. İstənilən halda 180 xal. 180 xallıq günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. Yazıcı Əlisa Nicatın Çaldıran döyüşünün birinci günü belə başa çatdı sözləri ilə bitən romanı. Qızılbaşlar nədir? Bu tarixi roman Qızılbaşlar adlanır. Doğrudur Elgün. Davam Qızılı edək. mövzu 80. Ərəblərin çox dəyər verdikləri ədviyyat, onu və qızılı, hətta Əl-Əsfəran, yəni iki sarı adlandırırdılar. Nihat, Zəfəran nədir? bir sarı qızıldı, ikinci sarı zəfərandı, bəlim. Operalar 100. Leyli və Məcnun operasının ilk tamaşasına gəlmiş yeganə Tarzən. Qalanları çıxış etməmək üçün imtina etdilər. Mirheydər, Sadıqşan kimdir? təəssüf. Söhbət Qurban Pirimovdan gedir. Davam edək. Kanallar 100. İraqdakı geniş bataqlıqların qurudulması üçün yaradılmış kanalın qeyri-rəsmi adı məntiqlidir, çünki İraqda artıq Dəclə və Fərat var. Elgün, Üçüncü çay nədir? buna görə də bu kanalı 3-cü çay adlandırırlar. Doğrudur. Davam edək. Kanallar 80. Şimali Amerikanın böyük göllərinin 1825-ci ildə açılmış Erie kanalı vasitəsilə birləşdiyi okean. Mirheydər, Atlantik okeanıdır. doğrudur. İlanlar 100. Tatar atalar sözünə görə həyatı təhlükədə olan zaman ilandan belə tuta biləcək insan. Elgün, Boğulan adam nədir? bu suda boğulan insandır, bəli. İlanlar 80. Öz yumurtalarını nəzarətsiz qoymayan, yuva qurub onları qoruyan zəhərli zadəgan ilan. Nihat, Kral kobrası nədir? odur. Elmi mövzu 100. Qeyri-rəsmi şüarı Mente et Malio, yəni ağılla və çəkiclə olan elm. Mirheydər, Geologiya nədir? doğrudur Mirheydər. Adında isim olan film 60. Emma Hamilton'u Vivien Lee'nin, Admiral Horatio Nelson isə Laurence Olivier'in oynadığı klassik film. Mirheydər, Olsun. Napolyon nədir? deyil. Film Lady Hamilton adlanır. Davam edək. Adında isim olan film 100. Rüfət Əhmədzadənin sonuncu məhəbbət əsərinin motivləri əsasında musiqili komediya. İlk səhnələrindən birində baş qəhrəmana uşaqları pul ver qışqıraraq hücum çəkirlər. Nihat, Şirbalanın məhəbbəti nədir? doğrudur. İlanlar 60. Həm Cənubi Amerika ilanı, həm də ABŞ vətəndaş müharibəsində şimallıların cənubların paytaxtını ələ keçirmək planı. Mirheydər, Anakonda nədir? şimallılar anakonda kimi cənubu boğmaq istəyirdi, bəli. Davam edək. Operalar 40. 100. 100 xalla günün fürsətin cavabını sizin üçün səsləndirən Mirheydər, diqqətli olun. Kişi personajların şən, qadınların dan, komik obrazların isə çoğu adlandığı opera həm ölkə, həm də şəhər adı ilə deyə bilərsiniz. Yaponiya operası nədir? Yaponiya.
Təəssüf, bunlar ənənəvi Çin və ya Pekin operasının obrazlarıdır. Davam edək. Elmi mövzu 80. Kimyaçı Albrecht Kosselin yarpaqlarında teofillin maddəsini aşkar etdiyi bitki. Yəni çay deməkdir. Adında isim olan film 80. İngiltərənin şimalındakı Şaxtaçı qəsəbəsində yaşayan və balet rəqqası olmaq istəyən Billy haqqında film. Film Billy Elliot adlanır. Davam edək. Operalar 20. Yaponiyanın Giacomo Puccini'nin Madame Butterfly operasında hadisələrin cərəyan etdiyi kədərli şöhrətə malik şəhəri. Mir Heydər. Nagasaki nədir? Doğrudur. Davam edək. Kanallar 60. Üzərindəki körpüsü vaxtı ilə Hüsnü Mübarəkin adını daşımış kanal. Elgün. Süveyş nədir? Doğrudur. Qızılı mövzu 60. 1897-ci ildə qızıl sikkələr buraxmış imperator. Şəki sakinləri indiyədək belə pulları imperial adlandırır. Elgün. Nikolay kimdir? Doğrudur. Bu pullara indiyədək Nikolay qızılı da deyirlər. Qızılı mövzu 40. Golden Delicious, yəni qızılı dad sortu dünyada ən çox satılanlardan biri olan meyvə. Mir Heydər. Armud nədir? Yox. Golden Delicious alma növüdür. Davam edək. Elmi mövzu 60. Qanda şəkərin səviyyəsini tənzimləyən mədə-altı vəzi hormonu. Əgər orqanizm onu özü istehsal etmirsə, iynə vurmaq lazımdır. Mir Heydər. İnsulin nədir? Doğrudur. Adında isim olan film 40. Prototipi İnklərin Machu Picchu şəhərini tapmış Hayrem Binem olan kino arxeologu. Elgün. Indiana Jones kimdir? Doğrudur Elgün. Qızılı mövzu 20. 1848-ci ildə 10 minlərlə qızıl axtaranların axın etdiyi ABŞ ştatı. Elgün. Kaliforniya nədir? Həmin il Kaliforniyada qızıl yataqları tapılmışdı. Bəli. Kanallar 40. Böyük Çin kanalının birləşdirdiyi iki çay. Mir Heydər. Xuanxe və yantısı nədir? Doğrudur. Adında isim olan film 20. Vyetnam müharibəsinin haqqında olan ilk filmi, İlk Qan yarımbaşlığı altında ekranlara çıxmış veteranı Mir Heydər. Rambo kimdir? Doğrudur. Elmi mövzu 40. Günəşdə ləkələr yaradan sahə. Günəşdə ləkələri onun öz maqnit sahəsi yaradır. Davam edək. İlanlar 40. Şərəfinə balaca ilanın yumurtanı deşdiyi diş adlandırılan Roma imperatoru. Elgün. Caligula kimdir? Deyil. Nihat. Yuli Sezar kimdir? Bu proses qeysəri əməliyyatına bənzəyir. Doğrudur. Davam edək. Kanallar 20. 1906-cı ildə tikintisini ABŞ prezidenti Theodore Roosevelt'in ziyarət etdiyi kanal Elgün. Panama kanalı nədir? Doğrudur. Elmi mövzu 20. Klassik həndəsədə nöqtə və düz xətlə yanaşı qeyri-müəyyən üç anlayışdan biri. Mir Heydər. Şua nədir? Deyil. Nöqtə, düz xət və müstəvi. Davam edək. İlanlar 20. İlan quyruqlu, üçbaşlı mifik it. Cəhənnəmin gözətçisi qorxulu görünməlidir. Elgün. Kerber nədir? Doğrudur Elgün. İkinci raundu da bütün cavabları oynamaqla bitirdik. Xalara nəzər yetiririk. Mir Heydər, 10 xalınız var. Nihat, 400 xala ikinci raundu bitirirsiniz. Elgün, sizin isə 840 xalınız var. Birazdan biz final raunduna keçid alacağıq, amma mən öncədən sizə final raundunda oynayacağımız mövzunu açıqlayıram. Siz isə
qısa fasilə ərzində hansı xallarla gediş edirsiniz, bunu müəyyənləşdirirsiniz. Beləliklə, finalda oynayacağımız mövzu əcdadlar mövzusunda oynayacağıq. Final raundunda yenidən buradayıq. Əziz izləyicilər, 61-in növbəti seçim oyununun artıq final raundundayıq və mən fasilədən öncə final raundunda hansı mövzunu oynayacağıq bunu açıqladım. İştirakçılar isə hansı xallarla gediş edəcəklər bunu müəyyənləşdirdilər. Bilirsiniz ki, bu xallar təkcə oyunda qalib gəlmək üçün olan xallar deyil, eyni zamanda da balansı müəyyənləşdirir. Hansı ki, o balans da kömək edir ki, iştirakçılar böyük finala qədər irəliləsinlər. Əcdadlar mövzusu final raundunun mövzusudur. Gəlin cavabla tanış olaq. 2017-ci ildə Yunanistanda aşkar edilmiş insanın daha bir mümkün əcdadına verilən elmi ad. O, 7 milyon il əvvəl yaşayıb. Avstralopitekdən çox-çox öncə. Vaxt getdi. Belə, vaxt bitdi. Gəlin, iştirakçıların versiyaları ilə tanış olaq. Mirheydər, sizin versiyanı görək. Eladopitek yanlışdır. Hansı xalla gediş etmişsiniz? 9 xalla, 1 xalla Mirheydər oyunu tamamlayırsınız. Nihat, sizin versiyanı görək. Avropitek yanlışdır. Gediş etdiyiniz xalı görək. 400 xalla gediş etmişsiniz, 0-la oyunu tamamlayırsınız Nihat. Elgün, gəldik, çatdıq sizə. Hansı versiyanı yazmışsınız? Avropitek yanlışdır. Tapıldığı yerin şərəfinə ona Grekopitek adını vermişdilər. Elgün, indi əsas maraqlı məqam buradadır ki, hansı xalla gediş etmişsiniz? Çünki artıq Elgün 2 seçim oyunu da oynayır burada. Böyük finala düşmək istəyir. İndi baxaq görək hansı xalla gediş edib. 40 xalla gediş etmişsiniz Elgün. 800 xalla oyunu tamamlayırsınız. İstənilən halda bugünkü oyunun qalibisisiniz. Təbrik edirəm. Gəlin mərkəzdə danışaq. Təbriklər Elgün. Çox sağ olun. Necəsiz? Normal. Elgün, Bəli. əslində bilirəm ki, həyəcan var, gərginlik var. Çox düşündünüz gediş edərkən. Açığı Nihatın xalı yaxın olmasaydı daha çox xal qoyacaqdım, amma sonunda görünən odur ki, yaxşı ki, Nihatın xalı yaxın imiş. Riskə getməyi də istəmədiniz. Təbii ki. Yaxşı, indi necə davam eləyəcəksiniz? 2540 manat var balansda. Təəssüf ki, bu xal finala düşməyə Finala çatmır. Ona bəli. görə bir oyun daha oynayacağım. Oynayacaqsınız. Uğurlar arzu Çox edirik sağ olun. sizə. Növbəti oyunda buradayıq. Bəli. Mən isə bir daha vurğulamaq istəyirəm ki, böyük finalda bizim finalçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Hazırki nəticələrə görə isə böyük finalın potensial finalçıları var. Gəlin onları tanıyaq. 2959 manatla Əşrəf Paşabəyli potensial finalçıdır. 3081 manatla Raqib İsmailov. 5802 manatla Həsən Abbaslı potensial finalçılardır. Amma bu nəticələr necə dəyişəcək? Təbii ki, növbəti seçim oyunları bizə göstərəcək. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 izləyirdiniz. Gələn həftə yenidən görüşmək ümidi ilə. Hələlik. Təbriklər.